ümumiyyətlə sistemi orqanları. Bax, bədənimizi təmizləyən orqanlar. Gəlin görək hansılardır. İnsanın deməli sidik ifrazat sistemi nələrdən ibarətdir? 2 dənə böyrəklərimiz var. Hansı ki deyirik ki, bunların da formaları nəyə oxşur? Paxlaya, yəni lobiyaya bənzər. Sonra sidik axarları, bax bu böyrəklərdən çıxan 2 dənə sidik axarı. Burada heç bunlar gördüyümüz damarlardır. Sidik axarları, sidik kisəsi və sidik çıxarıcı kanaldan ibarətdir. Gördüyümüz kimi neçə dənə sayı oldu? Sayı olaraq soruşulsa bizdən 2 böyrək, 2 sidik axarı, sidik kisəsi 1 ədəd, bir dənə də sidik kanalı. 2, 4, 6 orqandan ibarətdir. Növ soruşsa səndən neçə növ orqandan ibarətdir? Deyirsən 4 növ. 1, 2, 3, 4 növ. Amma say olaraq soruşsa, deməli 6 ədəd orqandan ibarətdir. Yaxşı, bəs bu ifrazat sistemi orqanları nə iş görür, nəyə yarayır? Deyirik ki, orqanizmdən zərərli maddələr, zərərli birləşmələri çıxarır kənara. Bəs yaxşı, gəlin görək böyrəklər deyirik ki, harda yerləşir? Böyrəklər deyirik ki, qarın boşluğunda, bax görürsünüz, qarın boşluğunda. Bel fəqərələrinin sağ və sol tərəfində yerləşir, paxla şəkilli orqanlardır. Özü də biri digərindən nisbətən yuxarıda yerləşir. Hansı idi bu? Deyirik ki, sol nisbətən sağdan daha hündürdə yerləşir. Hər birinin çəkisi təqribən 120-170 qrama bərabərdir. Yəni, təsəvvürümüzə gətiririk 120 qram, 170 qram, yəni elə bir böyük bir çəki deyil. Qanı süzgəc kimi deyir, süzür, lazımsız məhsulları ayırır, sidiyin yaranması burada baş verir. Sidik axarlarının, yəni söhbət nədən gedir? Sidik axarlarının uzunluğu 25-30 cm-dir. Hər böyrəkdən nə qədər çıxdı? 1 ədəd çıxdı. Və sidiyi böyrəklərdən sidik kisəsinə daşıyır və sidik kisəsində toplayır. Sidik kanalı da ki, kisədən sidiyi çıxaran orqandır. Düzdür, həmin bu sidik kanalı qadınlarda ayrıca bir dəliklə kənara açılır. Amma kişilərdə isə cinsiyyət orqanının içərisinə açılır. Yəni, kişilərdə cinsiyyət orqanında ikisində bir yerdə açılmış olacaq. Və orqanizmdə gedən parçalanma prosesində əmələ gələn, suda həll olan məhsullar necə? Qana keçir və buradan da gəlir, xaricə çıxır. Və qan vasitəsilə gəlir toxumalardan çıxarılıb, müvafiq orqanlara çatdırılır. Həmin orqanlar bu məhsulları orqanizmdən xaric edir. Gəlin hələ ki, sidiyə keçməmişdən öncə bizim orqanizmimizdə baxaq görək hansı orqanlar suyu bədənimizdən xaricə çıxarır. Baxın, ağciyərlər. Ağciyərlər neynədik? Biz tənəffüs orqanlarını keçəndə demişdik. Tənəffüsümüz vasitəsilə nəfəs verdiyimiz havanın tərkibində, məsələn, əlimizi, belə deyək də, nəfəsimizə belə tutanda əlimizdə bir nəmlik hiss edirik və yaxud da bir güzgü götürüb bir şüşənin üzərinə belə eləsək, görürük ki, su qabarcıqları əmələ gəlir müəyyən qədər, balaca, yəni ki, nəmlik hiss olunur orada. Çünki bizim tənəffüs vasitəsilə su xaricə çıxır. Sonra tərvəzləri vasitəsilə, tərvəzləri bədənimizin hər yerində var və xaric olunur. İfrazat sistemi orqanları vasitəsilə, yoğun bağırsaq vasitəsilə, yəni suyun bir qismi yoğun bağırsaqla da kənara çıxır nəcis vasitəsilə. Hüceyrələr, yəni hüceyrələrdən əmələ gələn, əslində yoğun bağırsaqdan sovrulur su, keçir qana, yəni suyun sorulmasını göstərir burada. Düzdür, müəyyən qədər o nəcisin tərkibində də çıxır kənara, onu da deyə bilərik. Amma buradakı şəkildə nə əks olunub? Şəkildə deyir ki, hüceyrələrin içərisindən atılan su, çıxan su, yoğun bağırsaqdan sovrulan su keçdi qana, qan vasitəsilə gəlib. Hardan çıxacaq? Ağciyərlər, tərvəzisi və ifrazat sistemi vasitəsilə xaricə çıxacaq. Deməli, ifrazat sistemini təşkil edən nələr oldu? Böyrəklər, sidik axarı, sidik kisəsi, sidik kanalı. Əmələ gətirdi böyrəklər. Sidiyi daşıdı, sidik axarları, sidiyi saxladı, sidik kisəsi, kanal isə sidiyin ifraz olunma prosesini yerinə yetirir. Aha, indi gəlin bura baxaq. Deməli, buradakı verilən orqanlar sidik ifrazat sistemi orqanları yox, son məhsulları bədəndən çıxaran orqanlar deyəcəyik. Yəni, mən qaraciyərə ifrazat sistemi orqanı deyə bilmərəm. İfrazat sistemi adı üstündə ifrazat sistemidir. Yəni, qaraciyər, ağciyər, tərvəzi, bağırsaqlar, böyrəklər, bunlar ümumilikdə suyu bədəndən, yəni ümumiyyətlə su olmasını, elə son məhsullar, lazımsız məhsulları bədəndən çıxarılmasını iştirak edən orqanlardır. Qaraciyər, bayaq dedim, nəyi çıxaracaq? Deyirik ki, sidik cövhəri. Sidik cövhəri azotlu birləşmələr və eritritlərin parçalanma məhsullarıdır. Sidik cövhərinin tərkibində azotlu birləşmələr var və bunlar öd vasitəsilə bağırsağa axıdılır.
Qaraciyərin işi bu oldu. Ağciyərlər tənəffüs vasitəsilə bədəndən suyu, karbon qazını çıxartdı. Düzdür, burada öd vasitəsilə deyir bağırsağa axıdır. Nəyi? Parçalanma məhsullarını. Amma hansı ki sidik cövhəri deyəcək, o sidik cövhərini birbaşa qana keçirəcək qaraciyər. Onu burada qeyd eləməyib, amma siz mütləq yadınızda saxlayın ki, sidik cövhəri hara keçəcək? Qana. Yəni elə məsələ də bundan gedir ki, qana keçib oradan gəlib ifrazat sistemi orqanları ilə çıxacaq xaricə. Ağciyərlər tənəffüs vasitəsilə bədəndən suyu, karbon qazını çıxarır. Tərvəzləri suda həll olan mineral duzları qismən sidik cövhərini tər şəklində xaric edir. Mən arxa ekrandan sizi görmürəm. Hərdən səsinizi çıxarın ki, buradayam. Mən buradayım. Tərvəzləri dedik nə oldu? Suda həll olan mineral duzları qismən sidik cövhərini tər şəklində xaric etdi. Bağırsaqlar suyu, mineral duzları, həzm olmayan qida qalıqlarını xaricə çıxardı. Böyrəklər də ki, dediyim kimi suyu, sidik cövhəri, mineral duzların artığını və bəzi zəhərli birləşmələri sidik şəklində orqanizmdən kənarlaşdırdı. Maddələr mübadiləsində iştirak edən orqanların funksiyaları. Yəni bayaqdan danışdıqlarımız, hansı ki dissimlyasiya məhsulları, parçalanma məhsullarını necə bədəndən kənara atan orqanlardır. Amma biz bunlara ümumilikdə hamısını ifrazat sistemi orqanları demirik. İfrazat sistemi orqanları dediyim kimi, hansı ki bayaqdan saydığım böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalıdır. Gəlin ümumi böyrəyin quruluşu, sidiyin əmələ gəlmə mexanizmindən tanış olaq. Böyrəklərin quruluşu necə olur? Böyrəklər paxlaya bənzədir və onurğaya tərəf olan hissəsidir. Qan damarları, sinirlər deyəcək buradan keçir. Və sidik axarları da buradan başlanğıcını götürdü. Bax, ümumilikdə deyirəm ki, yəni böyrəyin içərisində, indi göstərəcəm sizə nələr var. Orada onların içərisində əmələ gələn sidik toplanır. Sidiyin, yəni böyrəyin ləyəni var, o ləyənin içərisinə, ləyənin içərisindən axacaqdır axarlar vasitəsilə kisənin içərisinə. Yəni ümumi mexanizm budur. Amma gəlin indi daha dərinliyi ilə öyrənək. Deyir, böyrəklər qarın boşluğunda yerləşir və qanı qarın aortasından böyrək arteriyası vasitəsilə alır. Tutaq ki, yəni bizim ürəyimiz, ürəkdən böldüm 4 yerə, aortadan çıxdı damar, gəldi hara? Qarın aortasına, yəni deyirik, buradan götürür damar. Qarın aortasından böyrək arteriyası başlanğıcını götürdü. Bu deyək ki, qarın aortası gəldi, buradan arteriya başlanğıcını götürdü. Və hər böyrəyin içərisinə bir dənə damar daxil oldu. Hər böyrəyin içərisinə bir dənə böyük böyrək arteriyası daxil oldu. Bunu belə yadımızda saxlayırıq, hələ indi daha dərinliyi ilə onu izah edəcəm. Böyrəklər deyir, nədən ibarətdir? Xarici qabıq qatı, bax gördüyümüz kimi burada müəyyən qədər tünd hissə görürük kənar hissəsində. Qabıq qatı və daxili beyin qatından. İnsandakı beyindən getmir ha söhbət. Sadəcə içəri hissəsinə daxili beyin hissəsi deyəcəyik. Xarici nə oldu? Qabıq qatı. Və böyrəklərdən bir dəqiqədə deyir 1 litr qan keçir. Hər böyrəkdən, yəni ayrılıqda yarım litr. Hər iki böyrəkdən 1 dəqiqədə 1 litr qan keçir. Və qanı böyrəklərdə süzən nələrdir? Nefronlardır. İndi onlarla tanış olacaq. Və hər böyrəkdə təqribən 1 milyon nefron var. Bunları yadımızda saxlayırıq ki, bu rəqəmlər bizə lazımdır. Nefronlar böyrəyin funksional struktur vahididir. Yəni bu gördüyümüz böyrəyin içərisində nefron adlanan hissələr var. Hansı ki, həmin nefronlar sayı nə qədər oldu? Hər böyrəkdə 1 milyon. Görün nə deməkdir. Və nefronların işi sayəsində qan lazımsız məhsullardan təmizlənir. Nefronlar suyun, mineral duzların artığını və maddələr mübadiləsinin lazımsız məhsullarını qandan süzüb ayırır və necək yenidən təmizlənmiş qan böyrək venası vasitəsilə aşağı buş venaya qayıdır. Nefronların süzdüyü maddələrdən sidik əmələ gəlir. Nefronda süzülmə və geriyə sorulma baş verir. Yəni bunların hamısını izah edəcəm. Deməli, biz dedik ki, böyrəyin içərisində, bax, belə böyrək piramidləri yerləşir. Fikir verin, burada belə böyrək piramidləri var. Piramidaya oxşur sanki. Böyrək piramidləridir. Bu nefronlardan əmələ gələn sidik töküləcəkdir. Bu piramidlərin içərisindən keçib, gəlib ləyənin içərisinə töküləcək. Yaxşı, bu nefronlar harada yerləşir? Nefronlar indi bu şəklin içərisində daha yaxşı verilməyibdir. Düşünək ki, bax, bu hissələrdədir və o buralardadır. Gəlin indi həmin o şəklə baxaq. Görüm, onun başqa şəkli burada var, yoxsa yoxdur. Yəni qabıq hissəyə daha yaxındır. Bəli, qabıqda yerləşir. Yəni qabığın içərisində yerləşir o nefronlar və hər
elə bir ki, burada bir dənə şəklini çəkim mən sizə. Təxminən belə bir şey düşünün də. Bu deyək ki, börək deyil, bu bunun qabıq hissəsidir. Bu qabıq hissəsində bax belə qədəhə bənzər kapsullardır. Bax bu formada belə kapsullar yerləşir və hamısı da gəlir o piramidlərin içinə açılır. 1 milyon dənə indi bura çəkə bilmərəm təbii ki, amma yəni ən azından düşünün ki, burada yerləşir bu formada. Yaxşı, gəlin görək nə baş verir. Həmin o bax çəkdiyim bir dənə deyək ki, bu kapsul, bax budur. Nefron deyəcəyik buna. Bu nefronun quruluşu qeyd olunub və nefrona biz nefron, qədəhə bənzər kapsul, Bowman kapsulu, yəni bax bu hissəyə deyəcəyik. Yaxşı, gəlin görək nədir bu? Bowman kapsuludur deyirik buna. Nefronun əsas hissəsi kapsul adlanır. Qədəhə bənzər kapsul. Qədəh niyə qədəh deyilir? Sanki elə bil ki, bir qədəh formasındadır da, yəni belə bir formadadır. İndi burada yanı üstündə verilibdir şəkil, amma düşünək ki, belə formadadır. Və biz bayaq dedim, mən birinci damarı göstərəndə sizə dedim ki, qarın aortasından bir dənə arteriya başlanğıcını götürdü. Və qarın aortasından başlanğıcını götürən arteriya gəldi böyrəyin içərisinə daxil oldu və böyrəyin içərisindən kiçik arteriyalara şaxələndi və hər kapsulun içərisinə bir dənə arteriya gəlib daxil olacaq. Bax, yəni ürəkdən ayrılan o şəkiləni göstərim. Bu arteriya, yəni bu arteriya kiçik balaca arteriyalara şaxələnəcəkdir. Həmin arteriyalar elə bil gəlib daxil olacaqdır bu kapsulların içərisinə. Aydındır? Hamısının içərisinə elə bir dənə belə arteriya daxil olacaq. Hardan gələn? Ürəkdən çıxan aortadan şaxələnən arteriya, hansı ki, qarın aortasından başlanğıcını götürən iri bir arteriyaya gəlir. Elə bir ki, o kəndə su verirlər. Məsələn, böyük bir kanalla su gəlir, ondan sonra hərə bir turba ilə öz evinə su çəkibdir də, yəni belə başa düşək. İndi siz də düşünün ki, o kapsulların içərisinə də o ana liniya deyirlər də, ana xətt deyirlər. O xəttdən bir dənə damar gəlibdir, bir dənə turba gəlibdir. Belə başa düşək. Və həmin o arteriyalar gəldi da kapillər deyə bilmərəm, amma mən bunun adına birdən uşaqlar bəzən qarışdırırlar ki, müəllimə elə arteriyaydı, kapillərlara şaxələndi. Xeyr, böyrəyin içərisindəki o kapsulların içərisinə daxil olan kiçik arteriyalardır. Yəni da biz ona kapillər demirik. Kapillər indi kapsulun içində olacaq. Kapillər şəbəkə orada əmələ gələcək. Gəlin baxaq. Bax, gördüyümüz kimi bu qədəhə bənzər kapsuldur və qədəhə bənzər kapsulun içərisinə hansı ki o böyük arteriyadan böyrək arteriyalarına şaxələnəcək. Qoy onu qırmızı rənglə göstərim ki, sizə daha yaxşı aydın olsun. Bax, gördüyümüz kimi bu qırmızı damar görürük. Buna böyrək arteriyası deyirik. Və fikir versəz görəcəksiniz ki, bu gələn damarın mənfəzi, yəni qalınlığı daha qalındır. Kapsulun içərisinə daxil olan, bax bu damar. Və biz qan dövranını keçəndə belə bir ardıcıllıq demişdik ki, böyrəklərdə arteriya, kapillyar, arteriya ardıcıllığı var. Arteriya ardıcıllığı var. Burada kapillyarda da bütöv yazmadım. Arteriya kapillyar. Yaxşı, bu hardadır? Bax, gördüyümüz bu kapsulun içərisində. Bax, fikir verin. Gətirici arteriya deyəcək bunun adına. Bu da çıxarıcı arteriyadır. Nə baş verdi bəs bu kapsulun içərisində? Gəlin görək. Kapsulun içərisində düşünün ki, bir qədəhdir. Və bu qədəh necə yaranıbdır? Necə ki, bizim alveollarımız, təsəvvür eləyin ki, böyrək, nədir bu? Kapsulları da düşünək ki, bir qatlı epitelidən ibarətdir. Və bu bir qatlı epitelidən ibarət olan şar şəklində olan, elə bir əvvəlcə düşünək ki, heç qədəh yox imiş, qədəh deyildi. Bax, belə yumru şar kimi necə alveolda, burada da düşünək ki, belə bir şey olubdur. Yəni, elə olmayıb, sadəcə mən deyirəm sizə, o iki qatlılığı başa düşəsiniz ki, söhbət nədən gedir. Düşünün ki, bir şar kimi olubdur və o damar ki, gəlib o kapsulun içərisinə ki, daxil olur və orada o damarın təzyiqi vasitəsilə sanki bir iki qatlılıq yaranır orada. Elə bir ki, çökür bunun içərisinə. Və bu bunun içərisinə çökəndə o damar bunun içərisində gəlir, xırda kapillyarlara şaxələnir. Və kapillyarlara şaxələndikdən sonra qanı verir bura. Axı, bu təzyiqlə gəlibdir bura. Təzyiqlə gəldiyinə görə biz kapillyar alveollarda da demişdik ki, bir qat epiteli necə də demişdik, kapron kimi düşünün də, yəni çox nazikdir və oradan süzülmə prosesi rahat şəkildə gedəcək. Və həmin bu kapsulun divarı artıq sanki topda falan olur, belə yaşardır, boşalıbdır, belə üstündən basanda bir iki qatlılıq yaranır. Elə düşünün ki, bax, elə bir şeydir. İki qatlılıq yaranır orada, hansı ki, amma bir qat epiteldən təşkil olunubdur.
Kapilyarlar gördüyümüz kimi yumaq şəklini gətirdi bunun içərisində. Qədəhə bənzər kapsulun içərisində bir yumaq əmələ gəldi və o qanın təzyiqindən, buradan çıxıb buradan qan gedəsi deyil ki, çıxarıcı arteriya ilə digər damar çıxdı xaricə. Xaricə deyəndə ki, yəni kapsulun içərisindən çıxdı. Bəs yaxşı, burada nə baş verdi bu kapsulun içərisində? Deyəcək ki, kapsulun içərisində ilkin süzülmə baş verəcək. Yəni gələn o qan o təzyiq vasitəsilə hər kapsulun içərisində süzüləcək və süzülən məhsul deyəcəksiniz ki, ilkin sidikdir və ilkin sidik keçdi hara? Bu kanalın içərisinə. Bax, burada gördüyümüz, biz bunu sarı rənglə göstərdiyim, hansı ki, burada bax, görürsünüz, qıvrım sidik kanallarını əmələ gətirir və bu formada indi qarışıq-quruşuq bir şeylərdir. Qıvrım sidik kanallarını əmələ gətirir və beləcə sidik deyəcəksiniz ki, İlkin sidik yarandı burada. Bəs yaxşı, damar axı çıxıbdı, bu çıxarıcı arteriya ilə damar çıxıbdı. Bu hara gedibdi sonra? Şəklə diqqətlə baxsaq görürük ki, çıxarıcı arteriya ilə o çıxan kapilyar, daha doğrusu kapilyar deməyək də, çıxarıcı arteriya, hansı ki o təmiz qan, təzədən gedir bu qıvrım sidik kanallarının üzərində yenə bir şəbəkə əmələ gətirdi. Bax, görürsünüz, buradan süzüldü birinci dəfə kapsulun içərisində və çıxandan sonra da yenidən bu şəbəkə əmələ gətirdi burada. Burada və məqsədi nədir bunun? Deyəcəksiniz ki, ilkin süzülən, indi onların hamısını burada veribdir. Mən göstərəcəm sizə nələr süzüldü, nələr son sidikdə əmələ gəldi. Hələ ki, biz mexanizmi bir başa düşün ki, söhbət nədən gedir? Çıxarıcı arteriya təzədən gəldi o qıvrım sidik kanallarının üzərində bir də elə bir şəbəkə əmələ gətirdi. Yenə də sorulma prosesi baş verdi. Deməli, burada ikinci dəfə o qıvrım sidik kanalcıqlarının üzərində artıq qanda olan lazımsız məhsullar, hansı ki, bu qan deyirəm. Çünki mən qan necə deyək? Artıq ilkin sidik deyək də buna. Qandan düzdür, bəzi formalı elementlər. Məsələn, rəngini görürsünüz, mən sarı göstərmişəm. Niyə? Çünki burada formalı elementlər yoxdur. Eritrosit zad yoxdur artıq süzüləndən sonra. Həmin o eritrositlər çıxarıcı arteriya ilə artıq çıxıbdır, bu damarın içərisindədir, çıxarıcı arteriyanın içərisindədir. Müəyyən qədər azca miqdarda karbon qazı da o kapsulun içərisindən keçibdir çıxarıcı arteriyaya. Amma gətirici arteriyadan soruşulsa sizdən deyəcəksiniz ki, gətirici arteriyada oksigenin miqdarı çox idi. Çıxarıcı arteriyada nisbətən azalıbdır. Çünki nə qədər də olmasa, arteriya, kapilyar arteriya ardıcıllığı da olsa, müəyyən qədər də, yəni azca da olsa karbon qazı keçibdir onun tərkibinə. Amma gəlin görək, bu ilkin sidik keçdik o kanalın üzərində. Orada artıq sorulma baş verəndə kanalın axı divarlarında da bu bir orqandır da, yəni böyrəyin istər-istəməz orada orqandır. İstər-istəməz oradan oksigenini verəcək, karbon qazını yığacaq. Oksigeni verib karbon qazını yığır və nəyə çevrilir? Baxın bura, mavilə göstərim indi onu. Özünüz də şəklə diqqətlə baxın. Görəcəksiniz ki, bax burada artıq qırmızı damar, gördüyümüz kimi bax, bu qırmızı damarlar artıq rəngini dəyişib. Nəyə çevrildi? Göy damarlara. Niyə? Çünki vena deyəcəyik adına. Və bu vena əmələ gələndən sonra artıq bunlar yığılacaq nəyə? Böyrək venasına. Və böyrək venası ilə çıxıb böyrəkdən xaricə gedəcək. Hansı ki, o bayaq şəkil göstərdim mən sizə. Burada. Qırmızı və göz. Bax, qırmızı damar nə oldu? Böyrək arteriyası gəlib böyrəyin içərisinə daxil olandı. Bu şaxələndi, kiçik arteriyalara getdi, kapsulların içərisinə daxil oldu. Orada süzülmə baş verdi. Gətirilən qandan lazımsız məhsullar süzüləcək və karbon qazını götürüb bu damar, hansı ki gətirici arteriya, sonra çıxarıcı arteriya çıxdı kapsulun içərisindən, gəldi qıvrım sidik kanalcıqlarının üzərində yenidən bir şəbəkə əmələ gətirdi. Oradan karbon qazını yığıb adını dəyişəcək böyrək venasına və çıxıb gedəcəkdir. Vəssalam. Damarla işimiz bitdi. İndi gələk əsas məsələ, bizim məqsədimiz sidiyi burada müəyyən eləməkdir ki, İlkin sidik, son sidik, yaxşı necə əmələ gəldi? Bax, mən bayaq qabıq qatı, beyin qatı demişdim sizə, düzdürmü? Bax, gördüyümüz kimi gəlin görək nə harada yerləşdi. Hansı ki, bu qədəhə bənzər kapsuldur. Gətirici arteriyadır görürük. Gətirici arteriya gəldi, daxil oldu. Nəyin içərisinə? Kapsulun və kapsulun içərisinə daxil olduqdan sonra şəbəkə əmələ gətirdi bunun içərisində. Eşidirsiniz məni?
İnternet gedib eləmir. Bəli. Bax, gördüyümüz kimi gətirici arteriya gəldi və çıxarıcı arteriya vasitəsilə çıxdı kapsulun içərisindən. Bax, bunlar hamısı hansı qatda baş verir? Qabıq qatında. Buradan keçdi. Bax, gördüyümüz bu qoy sarı ilə göstər bunu ki, aydın bilək. Bax, söhbət bundan gedir. Baba, bu qıvrım sidik kanalları. Qıvrım sidik kanalları iki yerə bölünür. Birinci dərəcəli qıvrım sidik kanalları və ikinci dərəcəli qıvrım sidik kanalları. Birinci dərəcəli qıvrım sidik kanalları hansı ki, bax bu kapsulun, yəni düz kapsuldan elə bil çıxandı. Kapsuldan çıxdı, hara keçəcəkdi? Baba, bu birinci qıvrım sidik kanalları. Sonra gəlib bu birinci dərəcəli qıvrım sidik kanalları düşəcəkdi aşağı, hansı ki beyin qatına. Bu beyin qatı böyrəyin lap daxili qatıdır. Gəldi, keçdi bax bura. Burada bir Henle ilgəyi əmələ gətirir. İlgək formasındadır. Ona görə adı Henle ilgəyidir. Və bunlar hamısı beyin qatının içərisindədir. Elə bir kapsulun Henle ilgəyi olan hissəsi gəlib düşəcəkdir hara? Deyəcəksiniz beyin qatına. Birinci dərəcəli qıvrım sidik kanalları, ikinci dərəcəli qıvrım sidik kanalları, boruları, kanalları eyni anlayışdır. Bunlar yerləşəcəkdir qabıq qatında. Bax, bir dənə gördüyümüz kimi Henle ilgəyidir və gəldi, keçdi təzədən qabıq qatına və qabıq qatının yuxarı hissəsində yenə ikinci dərəcəli qıvrım sidik kanalları əmələ gətirəcək və ümumi yığılan, toplanan o sidik, ümumi sidik toplayıcı kanalına açılacaq. Və bu gördüyümüz kimi burada budaqlanan şəkildə göstərilibdir. Bunun səbəbi nədir? Yadınızda saxlayın. Toplayıcı kanalların sayı az miqdardadır. Yəni kapsullar çox olsa da toplayıcı kanallar azdır. Elə bir ki, məsələn, bir toplayıcı kanala 3-4 dənə kapsulun çıxacağı gəlib birləşə bilər. Məsələn, burada da deyək ki, bir dənə kapsul ola bilər. Burada belə boru əmələ gətiribdir. Gəlib sonu bura birləşibdir. Bu da ola bilər. Və yaxud da burada bir başqasıdır. Bu da belə birləşibdir. İlgəyi falan əmələ gətirib, gəlib bura birləşibdir. Yəni, əsas məsələ o əmələ gətirdiyi sidiyi gəlib toplayıcı kanala axıtmağıdır. Yəni, bəzən müqayisə verir ki, hansının miqdarı daha çoxdur. Məsələn, sənə soruşsa ki, qıvrım sidik kanalıdır, verib, nə bilim, kapsuldur, toplayıcı kanaldır. Hansı daha çoxdur? Deyəcəksən ki, kapsul bərabərdir birinci dərəcəli qıvrım sidik kanalına, o da bərabərdir ikinci dərəcəli qıvrım sidik kanalına. Bunların sayı böyükdür toplayıcı kanaldan. Yəni, toplayıcı kanalın sayı az olmuş olacaq. Bunu yadımızda saxlayırıq. Çünki hər bir kapsulun mütləq ki, bir qıvrım sidik kanalı, birinci dərəcəli, ikinci dərəcəli qıvrım sidik kanalı və yaxud da hər birinin bir dənə Henle ilgəyi var. Amma toplayıcı kanal az olmalıdır. Yəni, çox deyil. Çünki budaqlı şəkildə görürük ki, onların hər birinə gəlib ayrı-ayrılıqda birləşir. Aydın oldu bu hissəsi. Soruşursa sizdən, qabıq qatında nə yerləşir? Beyin qatında nə yerləşir? Deyəcəksiniz ki, qədəhə bənzər kapsul, birinci dərəcəli qıvrım sidik kanalı, ikinci dərəcəli qıvrım sidik kanalı, bunlar yerləşir qabıq qatda. Beyin qatında yerləşir Henle ilgəyi və toplayıcı kanalın əsas hissəsi, hansı ki, gəlir beyin qatına düşür ki, o da gəlir piramidlərin içinə açılır, piramidlərdən də keçəcəkdir böyrək ləyəninə. İndi gəlin bunların tərkibini bir-birindən ayırt eləyək, görək, ilk sidik əmələ gəldi harda? Dedik ki, kapsulun içərisində. Son sidik harda əmələ gəldi? Deyəcəksiniz ki, qıvrım sidik kanalcıqlarının üzərində. Oradan sorulma baş verdi. İndi kitabın yazdığının üzərindən izah edeyim sizə ki, bir sualınız qalmasın. Bax, gördüyümüz kimi bizə nə deyir? Elə yuxarıdan baxaq. Deyir ki, böyrəklər paxlaya bənzəyir və onun onurğaya tərəf yerləşən hissəsi basıqdır. Hissəsi basıqdır və qan damarları, sinirlər buradan keçir. Sidik axarları da buradan başlayır. Böyrəklər qarın boşluğunda yerləşir. Qanı qarın ortasından böyrək arteriyası vasitəsilə aldı. Bu hissələrini dedik. Və nefronların işi sayəsində lazımsız məhsullardan təmizləndi. Nefronlar nəyi xaric eləyəcək? Nefron deyəndə, yəni bayaqdan danışdıqlarım ümumilikdə adı nefrondur da. Nefronlar suyun artığını, mineral duzların artığını, yəni biz qidamızın tərkibində dərmanda qəbul edirik, yeməyimizə duz tökürük, istiot tökürük, nə bilim, müxtəlif o baharat deyirik də, müxtəlif şeylər daxil edirik qidamıza. Və bunların artığı müəyyən qədər qaraciyərdən xaric olunub bağırsağa açılır və müəyyən qədəri də sidik vasitəsilə bədəndən çıxır. Məsələn, dərman, görürsünüz, insan dərman içir, bəzən elə dərmanlar olur ki, onun çöküntüsü gəlir sidikdən xaric olur. Dərmanın rəngi nə rəngdirsə, sidik də o rəngi alır və yaxud da qoxusu, dərmanın xüsusi spesifik qoxusu varsa, sidikdən də o qoxu gəlir. Yəni, bu mümkündür.
Sonra gəlir deyir ki, artığı və maddələr mübadiləsinin lazımsız məhsullarını qandan süzüb ayırır. Təmizlənmiş qan böyrək venası vasitəsilə aşağı boş venaya qayıdır. Bax, diqqətli olun. Bu nəyi deyir? Təmizlənmiş qan nə deməkdir? Yəni, bayaqdan o damarı göstərdim, qırmızı rəngdə göstərdiyim damar. Bax, bu artıq böyrəyi süzübdür qida maddələrini, çeviribdir nəyə? Venaya və qayıdıb çıxıb gedibdir, aşağı boş venaya qoşulubdur. Bunu demək istəyir. Və nefronların süzdüyü maddələrdən sidik əmələ gəlir. Nefronda süzülmə və geriyə sorulma baş verir. Hə, süzülmə harda getdi? İndi bax, danışdıqlarımdan bir dənə nəticə çıxaraq. Süzülmə harda getdi? Birinci süzülmə. Deyin görüm. Börəklərdə gedir. Böyrəkdə deyir. Məsələ böyrəkdə gedir. Qaraciyərdə getməyəcək ki. Süzüldü. Hardan süzüldü? Nəyimiz var idi bizim? Kapsulda. Kapsulun divarından süzülmədi. Bunu deyirlər. Hə, ilkin süzülmə prosesi harda getdi? Bəs mən dedim axı bayaq. Elə bil ki, sənə nə bilim 10 litr süd veriblər. Deyirlər ki, bu süddən süzmə hazırla. Sənə də bir torba veriblər. O nənələrin torbası olur. Südü tökürlər içərisinə, süzürlər. Düşün ki, bax, bu kapsulların elə bil sənin torbalarındır. Südü tökürsən onun içərisinə, süzmə hazırlayırsan. Və birinci südü tökürsən, südün o artığı, ya və yaxud da qatıq veriblər ki, qatıqdan süzmə hazırla. Süddən yox, qatıqdan daha yaxşı olur da. Mən də elə süzənlər kimi elə danışıram ki, süddən süzürük. Yox, qatıqdan deyək də. Qatıqdan hazırlayırlar süzməni. Hə, qatıq veriblər və tökürlər o torbanın içərisinə və bir müddət gözləyirlər, asırlar hardansa. Suyu axıb gedir, o qatığın hansı ki bərk kütlə hissəsi var, o qalır elə bil, o kapsul deyək də, torba deyək, onun içərisində. Belə düşünək də, yəni gözümüzün qarşısına elə gətirək. Və sonradan baxırlar ki, axı bunun tərkibində hələ qalıb, tam bunu əgər biz pendirə çevirsək, daha qatı kütləyə çevirsək, bunun üzərində bir ağır daşdan nəsə qoyaq ki, daha yaxşı süzülsün də, tərkibindəki suyu tamamilə çıxarsın. Məncə pendiri belə hazırlayırlar. Pendir üzərinə daşlat qoyurlar, belə ağır bir şey qoyurlar ki, o pendir formasını alsın. Hə, indi o birinci ilkin süzülmə, hansı ki, nənənin torbasından qatığı süzdü ya, ilkin o süzülmə harada getdi? Kapsulun içərisində getdi. Bəs yaxşı, geriyə sorulma nədir? Geriyə sorulma bilirsiniz nədir? Bu qıvrım sidik kanalcıqlarının üzərindən baş verəcək ki, bəzi məhsullar hansı ki sidiyin tərkibinə axı o ürəkdən gələn, aortadan gələn damarla qan gəlibdir də. Bu qanın hamısını axı sidik çıxarıb xaricə ata bilməz. Müəyyən qədər nələrisə sovurub geriyə göndərəcək. Hə, buna nə deyəcək? Geriyə sorulma və yaxud da digər adı bunun adsorpsiya deyəcək. Geriyə sorulma və yaxud da adsorpsiya. Və hər bir deyir nefron qədəhə bənzər kapsul, sidik borucuqları, birinci, ikinci dərəcəli qıvrım və düz sidik borucuqları və toplayıcı borudan ibarətdir. Bunu dedik. Qədəhə bənzər kapsul və qıvrım sidik borucuqları böyrəyin qabıq qatında, düz sidik borucuğu və onun əmələ gətirdiyi Henle ilcəyi isə beyin qatında yerləşdi. Sidiyin əmələ gəlməsi iki mərhələdə baş verdi. Nefronun qədəhə bənzər kapsulunda lazımsız məhsullar və yararlı maddələrin bir qismi qandan süzülür, ilk sidiyə əmələ gəlir. Qıvrım kanalcıqlarda isə lazımlı məhsulların və suyun bir hissəsi geriyə qana sorulur. Bayaq dedim, qan gəldiyinə görə biz hamısını bunun çıxarıb sidiyə ata bilmərik. Geriyə göndərdiyimiz də nələrsə olmalıdır. Və buna görə də deyəcəksiniz ki, qıvrım sidik kanalcıqlarının hansı ki o kapsulun içərisindən çıxarıcı arteriya çıxdı, gətirici arteriya heç daxil olandı. Çıxarıcı arteriya çıxdı və kanalların üzərində nə əmələ gətirəcəkdir? Kapilyar şəbəkə və o kapilyar şəbəkədə geriyə sorulma baş verəcək. Hansı ki ilkin süzülmüş sidik ikinci dəfə gedəcək, orada sorulacaq, hansı lazımsız məhsullar qayıdacaqdır qana, vena onları aparıb ürəyə tökəcəkdir. Amma lazımsızlar artıq son sidiyin tərkibinə keçəcəkdir və son sidik yarandı. Harda? Qıvrım sidik kanalcıqlarında. İlk sidik harda əmələ gəldi? Deyəcək nefronun qədəhə bənzər kapsulunda. Və qədəhə bənzər kapsulda süzülmə nəticəsində baş verdi və bu zaman ilk sidik əmələ gəldi. Gördüyümüz kimi harda əmələ gəldi? Qədəhə bənzər kapsulda ilk sidik. İkinci mərhələ geriyə sorulma, reabsorpsiya isə harda əmələ gələcək? Sidik borucuqlarında. Və bu zaman nə əmələ gələcək? Son sidik. Aydındır qızlar? Var. Onda birinci sidik. İlk sidik harda əmələ gəldi?
Qədəhə bənzər kapsulun içində, yəni oradan süzüldü. Necə ki, torba dedim sizə, qatığı tökdük torbaya. Torbanın içərisində bir dəfə bunu sıxdıq, suyunu çıxartdıq. Amma qatı kütlə tam pendir şəklini almayıb. Mən qatıqdan pendir düzəldirəm, daha bərk kütlə əmələ gətirməliyəm. Qatı bir şey əmələ gətirəcəm. Qatı deyəndə zaten o belə fikrimizdə canlandırırıq onu. Sidiyin onsuz da bilirik də maye şəklində olur. Amma tərkibinə baxsaq, görəcəksiniz ki, o qaraciyərdən hansı ki, qan vasitəsilə gələn sidik cövhəri var idi. Sidik cövhərinin qatılığı harda artacaq artıq? Son sidiyin tərkibində daha çox qatılıq olacaq. İndi onlara da gələcək. Son sidik böyrəkləyindən yığılır və sutka ərzində keçən 1500-1700 litr qandan, bax diqqətli olun, hər iki böyrəkdən 1 dəqiqədə 1 litr keçdi, o heç, onu qoyuruq kənara. Ümumilikdə sutka ərzində deyir bizə böyrəklərdən 1500-1700 litr qan keçir. Bundan 150-170 litr ilk sidik əmələ gəlir. Sıfırların birini silirik. Bax, gördüyümüz kimi 150-170 litr ilk sidik. Sonda isə 1,5 litr son sidik əmələ gəlir. Yəni sutka ərzində yetkin bir insandan gedir söhbət, yəni uşaq yox da, yetkin bir insan. Uşaq bəlkə də çox olur uşaqlarda. Körpə yaşda daha çox sidik ifrazı olur. Düzdür, onları biz yaşa görə bölüb demirik burada dərsimizdə. Biz ümumi yetkin insandan gedir söhbət. Sonda deməli litr yarım son sidik əmələ gəlir. Rəqəmlər oxşardı. Bu rəqəmlər yaddan çıxan rəqəmlər deyil. 1500-1700 sıfırları atdıq. 150-170 ilk sidik və sonda da nə qədər? 1,5 litr son sidik əmələ gəldi. Böyrək ləyənindən başlayan sidik axarları ilə axan son sidik kisəsinə toplandı. Onların divarının orta qatı saya zəllərdən təşkil olunmuşdu. Nəyin? Sidik kisəsinə deyir toplanır və sidik kisəsinin orta qatı saya zəllərdən təşkil olunubdu. Sidik kisəsi harada yerləşirdi? Çanaq boşluğunun aşağı tərəfində yerləşir. Tutumu təqribən 500 millidir. Və bunun 4də biri, 125 millilitri dolanda insan sidik ifraz ehtiyacı duyur. Yəni 500 millinin hamısı dolmaq şərt deyil. Yəni 125 milli də dolsa insan artıq sidik ehtiyacı duyur. Sidik kanalı vasitəsilə xaric olur və insanda qidanın tərkibindən asılı olaraq sidiyin miqdarı dəyişə bilir. Yəni insan tutaq ki, gün ərzində çox maye qəbul edibsə, təbii ki, sidik də çox ifraz olunacaq. Az eləyibsə, az olacaq. Və sidik ifrazatını idarə edən onurğa beyni öz işini beyin qabığının nəzarəti altında yerinə yetirir. Bu testlərə düşür. Bax, diqqətli olun. İndi biz deyə bilərik ki, sidik ifrazatı insanın öz iradəsinə tabi edib müəyyən qədər bəllidir. Çünki insan istədiyi vaxt gedirsə və yaxud da saxlaya bilirsə bunu, deməli beyin qabığı burada rol oynayır. Əgər elə olsaydı, onda insanın özündən asılı olmazdı bu proses. Və 3 yaşından sonra deyirik ki, artıq iradə olur. Niyə? Çünki 3 yaşına qədər görürsünüz, uşaqlar deyə bilmirlər və yaxud da tam düzdür, vərdiş vasitəsilə müəyyən qədər öyrətmək olur. Amma onurğa beyin tam bu funksiyanı 3 yaşı tamamlayandan sonra idarə edə bilir. Ki artıq o ehtiyacı bilir və onu deyə bilir uşaq özü. Gəlin görək nə çoxdur, nə azdır, harda, necə. Bax, indi gəlin buna da deyək. Bax, deyir ki, böyrək arteriyasında çox olur. Böyrək venasında az olur. Nələri deyəcəksiniz? Bax, böyrək arteriyası gələndir də, düzdürmü? Böyrək venası isə qayıdıb gedəndir. Bax, bizə deyir ki, zərərli maddələr, sidik cövhəri, oksigen qazı, qida maddələri, su, mineral duzlar, glukozanın miqdarı. Bu insan yeyibdir, içibdir, qidalı maddələr, içki də içib, nə bilim, zərərli maddələr də olub qidasının tərkibində. Hər şeydə nəsə yeyibdir, həzm sistemi vasitəsilə keçdi nazik bağırsaqdan, sovruldu qana, qandan gələcəkdir. Biz artıq keçmiş dərslərimizdə demişik, qaraciyərə, qapı vena ilə gəldi qaraciyərə. Qaraciyərin içərisində də buna qoşuldu sidik cövhəri, çünki sidik cövhərini qaraciyər istehsal edir. Sidik cövhəri də qoşuldu bu qana, oradan çıxdı qaraciyər venası vasitəsilə, qoşuldu aşağı boş venaya və aşağı boş vena ilə gəldi, töküldü ürəyin sağ qulaqçığına. Sağ qulaqçıqdan keçdi sağ mədəciyə, sağ mədəcikdən getdi ağciyərə. Ağciyərdən artıq gələcəkdi ürəyin, yəni orada müəyyən qədər karbon qazını xaric eləyəcəkdir. Hətta tər vasitəsilə də müəyyən qədər bədəndən xaric olur sidik cövhərinin müəyyən qədər azotlu birləşmələri. Məsəl üçün, amonyak şəklində çıxır, çünki tərdən
çox kəskin olanda tərin qoxusu amoniakın qoxusunu verir. Müəyyən qədər azotlu birləşmələr tər vasitəsilə də çıxır. Amma əsas sidik cövhəri gördüyümüz kimi hələ də dolaşır qanı və qanı dolaşdığına görə də gələcəkdir yenə ürəyin sol qulaqçığı, sol mədəciyi, oradan da çıxacaq aorta, aortadan da öz şaxəsini götürəcəkdir böyrək arteriyası, yəni qarın aortasından başlanğıcını götürdü, böyrək arteriyası gətirdi hara? Böyrəyin içərisinə. Bax, bu ardıcıllığı yadınızdan çıxarmayın, ha? Bunu soruşacağam mən sizdən hər dəfə. Artıq biz o qan dövranı, həzmdir, ifrazatdır, bu prosesləri bir tamamladıq ki, biri-biri ilə necə əlaqəlidir? Bayaqdan danışdıqlarım. Dedik ki, nələr oldu? Zərərli maddələr, zəhərli maddələr, sidik cövhəri, oksigen qazı. Oksigen qazı hardan gəlibdir? Təbii ki, ağciyərlərdə təmizləndi qan. Qoşuldu qana, oksigen gəldi ürəyin sol tərəfinə. Oradan çıxdı, qida maddələri yemişdik, içmişdik, həzm sistemimizdən oradan qoşulmuşdu qana. Su içmişdik, yoğun bağırsağımızdan sorulub, o da qana keçmişdi. Mineral duzlar qidamızın daxilində idi. Glukoza da yemişdik, içmişdik, şəkər, karbohidrat, yəni tort, ad gündən gəlmişik, nə bilim, qonaqlıqdan gəlmişik, hər şeyi yemişik. Nədir? Bunların hamısını verdik hara? Qana, qan vasitəsilə gəldi bizim böyrəyimizə. Və gördüyümüz kimi böyrək arteriyası hansı oldu? Böyrəyin içərisinə daxil olan. Bunun tərkibində burada qeyd olunanların miqdarı çoxdur. Bəs böyrək venası hansı idi? Hansı ki, o kapsulun içərisindən keçdi damarlar, qan, yəni oradan ilk sidik və gətirici arteriya ilə gəlmişdi, çıxarıcı arteriya ilə çıxdı. Kapsulun üzərində, daha doğrusu qıvrım sidik kanalcıqlarının üzərində şəbəkə əmələ gətirdi və burada ikinci dəfə süzülmə prosesi, adsorpsiya, geriyə sorulma prosesi baş verdikdən sonra zəhərli birləşmələr, hansı ki karbon qazının da miqdarı artıq çoxalmışdı, onlar keçdi hara? Böyrək venasına. Yaxşı, bəs gəlin görək böyrək venasında nə çox oldu? Deyəcəksiniz, böyrək venasında çoxdur, böyrək arteriyasında azdır. Nə? Karbon qazı, ən təmiz qan. Yəni artıq böyrək venasında çoxdur miqdarı, təmiz qan demək olar ki, yox vəziyyətindədir. Həm böyrək arteriyası, həm də böyrək venasında miqdarı bərabər olur. Nələr? Eritrosit miqdarı. Niyə? Çünki bax, gətirici arteriya ilə gəlmişdi də, qırmızı qan idi, rəngi gördüyünüz kimi qırmızıdır. Gətirici arteriyanın da içərisində var eritrositlər. Keçdi, çıxarıcı arteriyanın da içərisində qalıbdı və keçəcək hara? Vena içərisinə. Çünki sidiyin tərkibinə qan, eritrositlər, ümumiyyətlə qan hüceyrələri olmamalıdır. Hətta gedib bir insan analizi versə, qan analizində qan qırmızı formalı elementlər, eritrositlərdir, leykositlərdir, trombozitlər çıxsa, deyəcəksən ki, bu insanın artıq kapsulunun divarında zədələnmə var ki, sidiyin içərisinə qan hüceyrələri keçibdir. Normal deyil. Yəni, bu insanın artıq böyrəyində problem var. Böyrəyində xəstəlik var neysə. Nə xəstəliyidir, nə olubdur? Deyirik ki, kapsulun divarında zədələnmələr var, çapıq var, nəsə var ki, bu bura keçirdibdir bunu. Bura keçməməlidir. Normal deyil bu insanda nədir? Bu qırmızı qan hüceyrələri gəlib keçsin sidiyin içərisinə. Yəni, bir insanın qanında sidik görünürsə, artıq bu problemdir. Və böyrəklərdə həm ilk, həm də son sidiyə rast gəlinsə də, sidik axarları, sidik hissəsi və sidik kanalında yalnız son sidiyə rast gəlinir. Bax, nə deməkdir bu? Deyir, böyrəklərdə həm ilk, həm də son sidiyə rast gəlinir. Çünki kapsulun divarından süzüldüyü ilk sidik oldu. Qıvrım sidik kanalcıqlarında oldu ilk sidik. Amma son sidik harada olacaqdır? Böyrək ləyəninə gəlib düşməlidir də bu hələ. Böyrək ləyəninə gəlsin ki, son sidik, ondan sonra keçsin də sidik axarına, sidik hissəsinə, sidik kanalına. Yəni, mən ilk sidik, gör, harada mənə gəlibdir? Kapsulun içərisində mənə gəldi, süzüldü qıvrım sidik kanalcıqlarına. Mən son sidiyi göndərəcəm də ləyənə. Aydındır? Yəni, ləyənin içərisində ilk sidiyi necə göndərim? Yəni, hələ bu getməlidir, reabsorpsiya olunmalıdır, suyun artığı, nə bilim, qırmızı qan hüceyrələri geriyə sorulmalıdır. Yəni, mən o formada axı onu göndərə bilmərəm. Aydındır? Sonra, nə baş verdi burada başqa? Nə qaldı demədiyimiz? Burada, bir dəqiqə. Bura qədər, bax, izah elədiklərimdə sizə aydın olmayan nə varsa deyin. Yəni, bax, qaranlıq qalan nə var? Necə yoxdur ki? Əzərin, səndə necə vəziyyət? 50-50.
50-nin 50-yə. Dərsi oxuduqda tam başa düşəcəksən əslində. Amma yenə də mən dediklərimi bax bir gözünün qarşısında canlandır. Yenə də deyirəm, həmişə həzm sistemini keçənlərdə deyirəm uşaqlara ki, özünüzü bir orada təsvir edin. Elə bir ki, o yolun içərisində təsvir edin ki, burada nə baş verdi. Yəni gətirici arteriya ilə gələn o qırmızı qan necə? Biz onu süzürük. Biz o gətirdiyimiz qandan əmələ gətiririk sidiyi. Yəni sidik elə düşünməyin ki, sizin içdiyiniz su sidik şəklini alır. Yəni belə bir şey yoxdur. Mütləq ki, qida maddələri qarışıq, yediyimiz, içdiyimiz qida, qanın tərkibində nə varsa, onlar hamısı gəlir böyrəyə. Yəni onlar hamısı gəlib oradan süzülüb sidik şəklini alır. Təbii ki, bunun tərkibində su da var, tərkibində qida maddələridir, glukozadır, hər şey. İndi bir də glukoza məsələsini deyək. Bax, gördüyümüz kimi bu glukozada, əgər bu sağlam insandırsa, şəkər də sovrulub geri gedəcəkdir. Yəni müəyyən qədəri gəlir kapsulun içərisinə. Və əgər bu insanın deyək ki, şəkəri yoxdursa, bu insan sağlam bir insandırsa, glukoza da son sidiyin tərkibinə gəlmir. Zülallar məsəl üçün gəlmir. Mən indi sizə deyəcəm, həmişə bunu uşaqlara deyirəm, qeyd elətdirirəm ki, nələrin miqdarı çox olur, nələrin miqdarı az olur, onları qeyd eləyəcəksiniz. Onları atacağım, qrupada göndərəcəm ki, nələr çox olur, nələr az olur. Bax, bunları mütləq yazacaqsınız. Bax, böyrək arteriyasında nə çoxdur? Bax, birinci şifahi deyim, sonra göndərərəm sizə, yazarsınız bunları kitabınıza, dəftərinizə, ya harasa bir yerə qeyd edərsiniz. Deməli, böyrək arteriyasında nə çoxdur? Təbii ki, bu qırmızı qandır. Yəni, qırmızı qan gəlibsə, təmiz qandırsa, bunun tərkibində nə olacaq? Oksigen. Təbii ki, oksigenin miqdarı çoxdur. Yəni, nə çoxdur? Böyrək arteriyasında bunu göstərirəm. Qida maddələri, təbii ki, bu insan yeyib içibdir, qida maddələrini qanı vasitəsilə göndərir. Qida maddələri. Amin turşular, qidamızın tərkibində, göndər deyil gündəsən. Qida maddələri çoxdur. Amin turşular, vitamin minerallar, yağ turşuları, sidik cövhəri. Təbii ki, hardan gəldi bu? Qan vasitəsilə gəlibdir, gətirici arteriyadır. Bəs yaxşı, gəlin görək böyrək venasında nə çoxdur? Yəni, bunun tərkibində nə çoxdur? Nə olacaq? Təbii ki, bu bir orqandır. Buradan karbon qazını özünə götürübdür də, elə bir oksigeni verib karbonu götürübdür. Karbon qazının miqdarı çoxdur. Deyəcəksiniz ki, qismən azotlu birləşmələr. Niyə qismən? Çünki əksəriyyəti artıq sidiyin tərkibinə keçibdir. Duzların bir qismi, azca bir qismi yenə də vena ilə qayıdıb gedəcəkdir. Qan zülalları, qanın tərkibində olan müəyyən zülallar. Glukoza, əgər adam sağlamdır, şəkər xəstəliyi yoxdursa, bunun son sidiyinin tərkibində şəkər olmamalıdır. Yəni, qayıdıb geri gedəcək. Sidikdə olmamalıdır şəkər. Glukoza, zülal, duzlar müəyyən qədər qala bilər, azca qala bilər. Amma əgər yenə də dediyim kimi adam sağlamdırsa, bu qanda olmamalıdır. Yox, əgər bu adamın şəkər xəstəliyi varsa, artıq qaraciyər müəyyən qədərini depolamışdır. Yəni, insülin hormonu az ifraz olunur deyə, o səbəbdən artıq qaraciyərdə göndərir bunu damarlar vasitəsilə və beləcə hüceyrələrə qədər gedib o şəkər çatır və artığı da sidik vasitəsilə bədəndən xaric olur. Sidiyin tərkibində insan gedib analiz verir, sidiyinin içərisində nə görür? Şəkər görürsə, deyirlər ki, bu insanda şəkər xəstəliyi var. Özdəki ilk dəfə bir insanda şəkər xəstəliyini yoxlamaq üçün mütləq sidikdə analiz. Qanda verirlər, düzdür. Amma onun doğruluğunu, belə deyək, daha əmin olmaq üçün mütləq deyilmək lazımdır. Sidikdə analiz vermək lazımdır. Yəni, o sidiyin tərkibində baxırlar ki, həqiqətən də şəkər varsa, bu insan artıq konkret şəkər xəstəsi olmuş olur. Bəs yaxşı, gəlin görək, çıxarıcı arteriyada hansı maddələr çoxdur? Bax, diqqətli olun. Gətirici arteriya, bəlli, bayaqdan danışdığımız gətirici arteriya idi, bu qırmızı damar. Bu çıxarıcı arteriyadır. Və belə bir testlərdə də görəcəksiniz, deyir ki, gətirici arteriya hansının mənfəzi qalındır, niyə qalın oldu? Yəni, gətirici arteriya çünki aortadan şaxələndi, gəldi, arteriyalar oradan şaxələnmişdi də. İstər-istəməz onların qalınlığı, onun mənfəzi daha böyük olmuş olacaq. Çıxarıcı arteriya isə kapsulun içərisində kapilyar şəbəkə əmələ gətirdiyinə görə çıxanda daha nazik çıxacaq.
Bu şəkildə daha yaxşı təsvir olunubdur. Gördüyümüz kimi çıxarıcı arteriyadır bu. Bəs yaxşı, gəlin görək çıxarıcı arteriyada hansı maddələr olur? Deyəcəksiniz ki, süzülməyən maddələr. Məsələn, albumin zulalı var ki, o süzülmür. Yəni sidiyin tərkibinə keçməyəcək. Albumin zulalı çıxarıcı arteriyanın içərisində çox olacaq. Qanın formalı elementləri, görsüz rəngi qırmızıdır hələ. Keçmədi axı, bayaq mən buranı sarı rəngdə göstərmişdim. Çünki qanın formalı elementləri eritrositlər, leykositlər, trombositlər bunlar çıxarıcı arteriya ilə çıxacaqdır kapsulun içərisindən. Glukoza sağlam insandırsa, keçdi çıxarıcı arteriyanın içərisinə. Yəni day burada ilk sidiyin içərisinə keçməyəcək. Amin turşular, vitaminlər, mineral maddələr, oksigen bayaq da dedim azalmış miqdarda. Çünki bu kapsul bir orqandır. Kapsulun özünə də lazımdır oksigen. Gətirici arteriyanın tərkibində olan oksigen keçəcək hara? Kapsula və beləcə buradan da karbon qazını yığıb götürüb aparacaq. Və karbon qazı artmış miqdardadır. Yəni karbon qazı artıq müəyyən qədər artacaq. Düzdür, rəngini qırmızı rəngdə göstəribdir. Day o demək deyil ki, biz indi onu rəngini biraz tündləşdirək, fərqli eləyək. Amma ən azından düşünürük ki, gətirici arteriya oksigenini veribsə, deməli buradan da karbon qazını götürəcək də. Yəni çıxarıcı arteriyanın tərkibində müəyyən qədər karbon qazı olmuş olacaq, artmış şəkildə. Bəs yaxşı, hansı maddələr olmamalıdır? Yəni çıxarıcı arteriyada nə olmaz? Deyəcəksiniz amonyak, yəni NH3-də. Zərərli birləşmələr. Çünki nə edəcək bunlar? İlk sidiyə keçmiş olacaq. Yəni azotlu birləşmələri demək olar ki, yəni hamısı da bir-iki dənə o zülal, qan zülallarını dedim ki, onlar keçməyəcək. Və ilk sidiyə keçdi, çıxarıcı arteriyada bunların miqdarı az olmalıdır. Gələk sonra bəlkə ilk sidikdə nəyin tərkibi, nə çox olacaq? Bax, deyəcəksiniz ki, ilk sidikdə nə çox oldu? Suyun miqdarı çox oldu. Və glukoza müəyyən qədər keçmişdi əslində. Bayaq düzdür, dedik ki, glukoza qayıtdı, çıxarıcı arteriya ilə çıxdı, amma müəyyən qədəri ilk sidiyin tərkibinə keçibdi. Amma sonradan ikinci dərəcəli qıvrım sidik borucuqlarından buradan reabsorpsiya, yəni geriyə sorulub çıxıb gedəcəkdir. Son sidiyin tərkibində biz glukozanı görməyəcəyik. Yəni müəyyən qədər ilk sidiyin tərkibində glukoza ola bilər. Amin turşu ola bilər. Duzlar ola bilər, keratin ola bilər, amonyak ola bilər, zərərli maddələr. Bu glukozanın olması biraz nisbi xarakter daşıyır, yenə də deyirəm. Çünki biz deyirik ki, əgər kapsulun divarı zədəlidirsə, kapsulda nəsə problem varsa, şəkər keçmiş olar və yaxud da ən çox da qırmızı qan hüceyrələrini deyirik ki, kapsulun divarı zədələnibdirsə. Amma glukoza müəyyən qədər keçə bilir. Yəni, əsas biz qanı görürüksə, onda mütləq deyəcəyik ki, kapsul zədələnibdir. Amma glukoza müəyyən qədər ilk sidiyin tərkibinə keçir. Sonra isə, əgər sağlam adamdırsa, sorulub geriyə gedəcək. Yaxşı, bəs nə olmamalıdır ilk sidikdə? İri zülallar olmamalıdır təbii ki. Qan hüceyrələri, yenə bayaq dediyim kimi, mütləq ki, burada zədələnmə olmalıdır ki, keçsin ilk sidiyin tərkibinə qırmızılıq. Yəni, yoxdursa olmayacaqdır. Çıxarıcı arteriya ilə qana gedəcək bunlar. Yəni, çıxarıcı arteriya ilə qan hüceyrələridir. Müəyyən həmin o zülallar, hansı ki, qanın tərkibində gələn zülallar çıxarıcı arteriya ilə qayıdıb gedəcəkdir. Qana geri sorulanlar nələr oldu? Deməli, bax, buradan ikinci qıvrım dərəcədə sidik borucuqları, hansı ki, kapilyar şəbəkə əmələ gətirdi. Oradan geriyə sorulub gedənlər nə oldu? Dedik, glukoza, amin turşu, vitaminlər və su. Çünki vitamini biz yuyub day sidiklə xaricə verəsi isə, niyə qidanın tərkibində biz o vitaminləri qəbul edirik? Çünki o vitaminlər bizim hüceyrələrimizə lazımdır ki, geçsin, hər hansı funksiyası varsa, o funksiyanı həyata keçirsin. Day ilə sidiklə xaricə atacaqdırsa, biz onu niyə qəbul elədik ki, qidanın tərkibində? Ona görə də yadımızda saxlayırıq ki, vitaminlər geriyə sorulub gedir. Suyun da, yəni, müəyyən bir hissəsi geriyə sorulub gedəcəkdir. Müəyyən hissəsi də son sidiyin tərkibində olacaqdır. Bəs yaxşı, gəlin görək, son sidiyin tərkibində nələrin miqdarı daha çoxdur. Deyəcəksiniz, sidik cövhəri, keratinin maddəsi var. Həmin o maddə amonyak, mineral duzlar, dərman qalıqları, bir də su. Son sidiyin tərkibində olacaq bunlar. Bəs yaxşı, son sidiyin tərkibində nə olmamalıdır, əgər ki, bu adam sağlamdırsa? Deyəcəksiniz, glukoza, şəkər olmayacaq. Qan hüceyrələri, bir də zülal. Bunları dedik. Bir də yadımızda saxlayırıq ki, sidik cövhəri ən son sidik toplayıcı borularda toplanır. Bayaq dediyim kimi, yəni daha çox sidik cövhərinin qatılığı, miqdarı toplayıcı kanalda daha çox olmuş olacaq. Belə bir bərabərlikdə, belə deyək, sidik toplayıcı borularda ən çox, bax, sidik soruşulsa sizdən ki, ən çox sidik toplayıcı boruda çoxdur. Deməli, yazıram bura, toplayıcı sidik
yazın belə, sidik toplayıcı borular böyükdür. Bax, sidik cövhərinin miqdarı, qatılığı soruşulur sizdən. Niyə miqdarı, qatılığı hər ikisini deyirəm? Çünki gəlib yenə də sonda harda toplanır? Toplayıcı kanalda. Yəni, o əmələ gətirdiyimiz pendir düzəldir deyə bayaq həmin o verilən bizə qatıqdan. Bax, topladıq, sıxdıq, ən çox harda gətirdik bunu, yığdıq. Toplayıcı boruda yığacaq da, yəni. Uyğunlaşdırıram ki, daha yaxşı yadınızda qalsın. Sidik toplayıcı kanalın içərisində daha çox olacaq. Henle ilgəyi verir bizə. Henle ilgəyindən çox olacaq. Və henle ilgəyində hardan çox olacaq? Deyəcəksiniz ki, qıvrım sidik kanalcıqlarında. O hardan çox olacaq? Deyəcəksiniz ki, kapsulda. Yəni, ən az kapsulda olacaq. Çünki kapsul özündə saxlamır. Kapsul süzüb göndərir. Yəni, kapsul sadəcə torbadır. Sıxdı onu, göndərdi aşağı. Sıxdı, göndərdi. Və gəlib harda toplanır bu? Ümumi sidik toplayıcı kanalın içərisində. Aydındır. Deməli, nələrin artmış olacaq? Deyəcəksiniz, qatılıq, bir də miqdar. Harda ən çox olacaq? Toplayıcı kanalın içərisində. Aydın oldu. Evet. Əzəl, çətinliyimiz yoxdur ki. Gələn dərs, mən sizdən soruşanda görüm necə başa düşəcəyik. Bu dərs sahanı da yenə göndərəcəm qrupa ki, daha yaxşı başa düşəsiniz. Nədir? Böyrəklərimizi qoruyaq. Bax, burada belə bir mövzunun sonunda böyrək xəstəliklərindən danışır və bir də böyrəklər, məsəl üçün, düzgün işləməyəndə orqanizmdə hansı proseslər baş verir. Bəzən görürsünüz ki, böyrəkdə deyək ki, ifrazat prosesi düzgün getmir, əldə, ayaqda şişkinlik olur. Bax, bu da bəzən elə olur ki, vurur ayaqlara, yaşlı insanlarda daha çox olur belə problemlər. Deyir, böyrəklərdə çatışmazlıq. Böyrəkdə çatışmazlıq nədir? Yəni, böyrək öz işini görə bilmir. Böyrəklərdə süzülmə prosesi düzgün getmir və bu böyrək çatışmazlığı adlanır. Artıq müalicəyə, belə deyək də, tab gətirmir böyrəklər. Belə olan halda da qanı süzə bilmir və halsızlıq, təngnəfəslik, ürək vurğularının artması, sidiyin azalması, tez-tez sidiyə getmə, qan təzyiqinin qalxması, əl, ayaq, göz ətrafında şişkinlik müşahidə olunur. Vaxtında həkimə müraciət etmədikdə xəstəliyin qarşısını yəni müraciət etsək ala bilərik. Böyrək xəstəlikləri içərisində tez-tez rast gəlinənlərdən biri də böyrəklərdə daşın toplanmasıdır. Bu testlərə tez-tez düşür, deyir, böyrək daşları harda əmələ gəlir? Böyrək daşları böyrək ləyəninin içərisində olur. Böyrək ləyənindən keçir sidik axarlarına, gəlir ondan sonra sidik hissəsi, sonra sidik kanalının içərisinə. Şəklini verirdi, kitabda var deyəsən, o dərsliyin içərisində var, burada yoxdur o şəkil. Baxın, burada. Bu ləyənin içərisində əmələ gəlir. Bax, burada xırda-xırda daşlar əmələ gəlir. Keçir sidik axarlarına, oradan keçəcəkdir ləyənin içərisində, daha doğrusu kisənin içərisinə, kisədən də gəlir sidik kanalına. Hətta qadınlarda, məsəl üçün, elə də problem olmur. Çünki sidik kanalının çıxacağı, belə deyək də, tək öz axarı var deyə, belə deyək, oradan xaricə çıxa bilir rahat şəkildə. Amma kişilərdə çox zülümlü, yəni çox ağırlı bir prosesdir. Həqiqətən də çox çətin olur kişilər üçün bu proses. Çünki gəlir o cinsiyyət orqanının içərisindən keçir deyə, o biraz daha çox ağırlı olmuş olur. Və burada nəyə göstərəcəkdimsə, böyrək daşının əmələ gəlməsi, bax, burada da, bax, görürsünüz, şəkildə verilibdir, dərsliyimizdə də var. Görürsünüz, ləyənin içərisində əmələ gəlir, sanki siz nəyə oxşuyur? Bax, çaydanın içərisində daş tutur, bəzən görürsünüz, yığılır, ərp yığılır, içərisində yığılır, sonra görürsünüz ki, çaydanın içərisində daş yığılıbdır. Bu da onun kimi bir şeydir. Elə bir ki, o sidik əmələ gəldikcə orada bu adam yeməyinə, içməyinə diqqət eləmir, duzlu qidalar çox yeyir, baharatlı filan qidalar çox yeyir və həmin o ləyənin içərisinə artıq sanki o çaydanın içərisində də daş tuturdusa, düşünün ki, elə bir şey baş verir orada, başlayır daş yaranmağa və o daş da artıq xırda-xırda parçalanır, qopur, tökülür axarların içərisinə, axarlardan gəlir kisənin içərisinə və kisədən də keçir kanala və oradan çıxmağa özünə yer axtarır. Çıxa bilməyəndə də insanda problem yaradır. Hətta indi düzdür, tibb daha yaxşı inkişaf edilibdir deyə müasir üsullar var, əməliyyatsız filansız. O daşı parçalayıb tökə bilirlər. Yəni, xırdalayırlar, tökürlər. Amma bəzən elə olur ki, bu proses çox çətinliklə olur və ona görə də müəyyən əməliyyat da lazım gəlir bəzən. Bəs yaxşı, gəlin görək bu böyrək çatışmazlığı olanda neyinirlər? Böyrək çatışmazlığı olanda xəstələrin vəziyyəti ağırlaşanda onları həftədə 2-3 dəfə, hər dəfədə 4-6 saat, həmişə deyirəm uşaqlara ki,
2, 3 dəfə, hərəsini 2-yə vuranda 2, 4, 6 belə yadınızda saxlayın. 4-6 saat olmaqla dializ aparatına qoşurlar və əslində deyir bu böbrəyi müalicə eləmir. Sadəcə xəstələrin bədəninə yığılmış artıq mayeini, lazımsız məhsulları təmizləyir. Elə bir ki, böbrək öz işini görə bilmir, gedirlər aparata qoşdururlar, yəni həmin insanın vena vasitəsilə başlayır elə bir böbrəyə gedəcək olan həmin o qanı yuyurlar sadəcə. Yəni elə düşünək. Və bu da müəyyən bir qədər də, yəni bir neçə illər insanın həyatını, belə deyək, xəstənin bədəninə yığılmış artıq mayeini, lazımsız məhsulları təmizləyir. Sadəcə insanın ömrünü bir neçə il uzada bilir. Yəni xəstələrin vəziyyətini yaxşılaşdırır, amma tam sağaltmaq söhbəti yoxdur. Yəni mütləq bu böbrək dəyişilməlidir, bu insana böbrək köçürülməlidir ki, bu insan öz həyatını davam elətdirsin. Və gəlin görək pielonefrit nədir? Pielonefrit böbrəyin öz iltihabıdır. Təsəvvür edin ki, böbrəyin öz içərisində iltihablanma prosesidir. Sistit isə sidik hissəsinin qişasının iltihabıdır. Bax, S hərfi ilə yadınızda saxlayın. Sistit sidik hissəsinin selikli qişasının iltihabıdır. Pielonefrit böbrək iltihabıdır. Pielonefrit bəzən elə olur ki, qızdırma verir. Yəni insan orqanizmində biraz belə böbrəyin başlayır artıq iltihablanmasıdır da. İstər-istəməz bir yerdə orqanizmimizdə iltihab olanda tez orada nə baş verəcək? İltihablanma olanda təbii ki, qızdırma ilə özünü müşahidə edir. Ən çox da yəni bununla özünü göstərir. İfrazat sistemini qorumaq üçün hər gün ən azı 2 litr, yəni insan orqanizminin çəkisinə baxır. Elə orqanizm var ki, yəni litr yarım da ona bəs eləyir. 2 litr isti günlərdə daha çox maye qəbul etmək lazımdır. Duzlu ədviyyatlı qidalarla qidalamamaq lazımdır. Gigiyena qaydalarına müəyyən qədər riayət eləmək, ayaqları soyuqdan qorumaq, sonra sidiyi vaxtında xaric edilməli. Bu, bax, əsas roldur. Niyə? Çünki bəzən elə olur ki, uşaqlarda bəzən olur bu problem. Sidiyi çox tutub saxlayırlar. Elə uşaqlar var ki, məktəbdə, məsəl üçün, getmək istəmirlər. İrənirlər ya nəysə. Görsün, tutub saxlayır. Bu da sidik hissəsinin genişlənməsinə səbəb olur. Yəni, yaxşı bir şey deyil. Sidik hissəsinin tutaq ki, tutumu müəyyən qədər uşaq yaşda biz yetkin insan üçün öyrəndik 500 milli. Uşaqlarda təbii ki, biraz müəyyən qədər azdır. Amma bəzən elə olur ki, genişlənir və uşaq bunu artıq müəyyən bir zamandan sonra tutub saxlaya bilmir. Baxırsan ki, 8-9 yaşlı bir uşaqdır, sidiyi qaçırır. Çox güləndə, ya nə bilim, nəysə də belə bir oyun oynayanda yadından çıxardır və sidik qaçırmalar baş verir. Bax, bu da buna görədir əsasən. Tutub saxlamaqdan olur. Alkoqoldan uzaq durmaq lazımdır. Dərman preparatlarının həkimlər göstərişi olmadan istifadə etməmək, dozanı düzgün müəyyən eləmək lazımdır. Sonra naftalin, civə, qoğuşun, həşərat zəhərləri və böbrəklərə çox ziyanlı olduğu üçün onlarla ehtiyatlı davranmaq lazımdır. Əssalam, bu da belə. Nə sualınız varsa verə bilərsiniz. Aydın oldu. Suallar işləyəndə yaranır. Hə, testdə işləyəndə indi inşallah baxarıq.